Mən Telmanla sağollaşıb halallaşanda ona bildirdim ki, onun 2 evladını məhz onun görmək istədiyi kimi yetişdirəcəm və onun görmək istədiyi yerə gətirib çıxardacağam. Bu mənim missiyamdır. Və siz söz verdiniz ki, heç vaxt aciz Və olmayacaqsınız. mən ona söz verdim ki, mən heç bir kəsin qabağında heç zaman nə aciz olmayacağam, nə də bu acizlik olsam belə onun evladlarına onu yansıtmayacağam. Günay xanım, gerçəkdən də siz bu qədər güclüsünüz, yoxsa güclü görünməyə məcbursunuz? Əslində mən özümü çox güclü qadın hesab edirəm. Bu günə qədər mən həm atamı, həm anamı, həm həyat yoldaşımı, özümə dair bütün arzularımı və gəncliyimi itirmiş bir kəsəm. Və düşünürəm ki, insan itirdikcə daha çox güclənir və səbir sahibi olur. Və fikirləşəndə ki, yerə yıxıldığım zaman mənə uzanan güclü bir əl olmayacaq və mən yalnız özümə ayağa qalxacamsa, bu zaman zəif olmaqdan söhbət gedə bilməz. Allah bu həyatı pisi ilə, yaxşısı ilə bizə verib. Biz həyatımızı özümüz bilərəkdən, istəyərəkdən sonlandıra bilmərik. Bu həyatı çətin belə olsa yaşamaq məcburiyyətindəyik. Təbii ki. Mən ağlamaqla, ahuzar etməklə həyatımı daha da niyə çətinləşdirməliyəm deyə düşünüb, ağlamağı və ahuzar etməyin kitabını bağlamışam.